Mən üçbacı dolmasını anam pişirdiyini xoşlayıram. Çox gözəl pişirir. Yersəz uşaqlar, ömrü boyu dadına doymazsınız. Deyirsiniz bunu hansı şef Pofet pişirir. Deyirsiniz bunu hansı dünya məşhur ünlü bir şefi pişirir. Bunu Pofet'i pişirir. Ağzınız ayrıq qalar. Belki də satsanız 1 milyon porsiyon 1 milyon dollara satarsınız. Bax elə pişirir. Bir də necə xoşlayıram. Elə bilirəm ki, badımcanı qızardırlar, elə içini doldururlar, elə də xoşlayıram. Çox xoşum gəlir. Badımcanı qızardırlar, içini elə doldururlar. Yox, halk mən xoşlamıram içində düyü. Anam noxud zad vurur, reyhan, elə gözəl olur ki. İnşallah qazım zadımda düzəlsin, anamı çağıracam, evimdə ilk yeməyi anam pişirsin. Evimə də, kuxunama da bir nəzir qoysun, getsin. Mənim anamın qazandığı pul halal puldur. Mənim qazandığım pul da halal puldur. Üzvəyicim, öz cibinin pulunu atırma, öz halal pulunu atırma. Bunlar atanda deyir halal xoşun olsun. Dünən anam mənə bir nəsəbləşdirdi, görmə evləndirdi, bir başımı xarab elədim. Deyil, niyə? Cafcırta evləkdən kağızını atıb, Cafcırt orada yazıb ki, indi hələ lazım deyil, beynindəki əməliyyat olmalıdır. Dedim ki, ay başına dönüm, ay sənə qurban olum. Cafcırt çox söz danışa bilər. Deyir ki, burada Bərdədə mən elə bir neyrocərrah yoxdur, tanımıram elə bir güclü neyrocərrah. Burada da MRT kağızını kiməsə aparsın, kağıza baxır, adama deyir ki, belədir. Kağızla nə biləsən, başına dönüm, o kağızı mən də oxuyuram, görüm orada nə yazılır. Əsas oldu ki, diski taxırsan kompüterə, diskin içində enləşdirirsən, orada baxırsan, orada gerekli nöqtə, nə bilim, nə. Bərdədə təsəvvür eləkilən ki, bir dənə həkim yoxdur ki, bir dənə neyrocərrah yoxdur ki, MRT-nin diskini aparasan, kompüterin içinə enləşdirə, bir yekəldə, bir qoğa qabağımızdaki, ay qadan qalım, ay başına dönüm, mına bax. Bu boyda çıkanları açıp bura töktüğümüzde bazı həkim artırır. Həkim, nevrocərrah, professor, MRT-lər, master şeylər, 21-ci əsrdə yaşayırıq. Hər şey açın, belə şeylər, həkim gətirir, həkim. Həkimdən çox Bərdədə işini yox, bacım. Bərdədə nə boyda xəstəxanaları var, Bərdədə klinikaları var, Bərdədə özəl klinikaları var. Bacım, nevrocərrah yoxdur Bərdədə. Deyir gətir göstər bizə, biz göndərək Bakıya, Bakıdan bir neçə günə cavab gələcək, belə olacaq, elə olacaq. Mən bunu götür sağ verdiyimə, sən bunu aparıb Bakıya göndərdiyinə, bir neçə gündən sonra cavab gəldiyinə başır. Taksiyə oturarım, 50 manatını veririm, deyir burada, Gəncədə gedib, nədir o, ximya həkimimizi göstərib gələrəm bana 2 dəqiqə. Allah səni soxla. Gör, şeyə bax, masterçiliyə bax, sən buradan aparıb verirsən diski buradakı həkimə. Həkim baxır belə, baxır. Sən gelir Bakıya göndərir bunu. Nə bilim, nə olur, nə? Allah səni sağla. Milana, çox sağ ol canım mənim, Allah başından döysün, cibim dolu olsun. Gör nə görür, masterçiliyə baxıram.
Mən 32 ildir Bərdədə yaşayıram. Mən bilirsiniz ki, indi sağlam adam var, hamı həkimlərdə, ancaq iş həkimlərdən keçirdim. Mən 32 ildir Bərdədə yaşayıram. Mən 32 ildir hələ dərdimə dərman bir həkim tapmamışam. Hələ dərdimə çarə bir həkim tapmamışam. Bakıda ancaq tapmışam baş. Nə yalan deyim? Bakıda. Bərdədə mən həkim tapmamışam. Bərdədə nerpatolog yanına getdim. Nerpatologma belə dərmanları verdi ki, psixotrop dərmanları yazdı, peçatladı, mənə verdi ki, get bunları at, bomba kimi, əsəbi, məzəbi, bütün günü yatasın, ey dünya vecib olmayacaq. Ans getdim, bir psixologum var idi. Yığdım bu psixologu, dedim, almadım ha dərmanları. Psixologa buna attım ki, bəs həkim mənə belə şeylər yazın. Dedi, sən dəlisən, dedi, bunu heç 80 yaşında adamlara vermirlər. Bu nədir? Dedi, bunlar tez şahızmağızı çırtırladım aynen. Mənə şey yazdı, aptekdə qida əlavələri olan sakitləşdirici, məsəl üçün, yatanda belə eləyəndə, məsəl üçün, fikrini zadını dağıtmaq üçün resepsiz zatsız satılan şeylər, başa düşdü. Yine de sağ olsun Bakı həkimləri. İndi xəstəyəm. Ay bacı, pısıq zat deyləmir. Əlindən belə çəkiş aldı, çəkiş. Tak vurdu ayağıma, oturdum orada. Tak belə vurdu ayağıma. Gözlərim donbaxdı, içinə baxdı, gözümün içine ışıq saldı. Ondan sonra bir ağzımı ayırdım, dilimi çıxartdım. Xırtləyimin içine qaşığı belə saldı, xırtləyimin zadıma baxdı. Dedi otur. Neyse oturdum, oturandan sonra bir de dedi ki, belimə şey koydu. Aparat kulağına taktı belə. Dedi öskürmə, kulağım deşiləşək, dedim yaxşı. Neyse kulağımı koydu belimə belə, dedi öskürmə. Neyse belirlədi. Sonra dedi otur, giyin. Neyse giyindim, oturdum belə, yazdı düşə doğru. Öyle kim olur, ansızdır ama. Uşaqlar, o həkim ki, sana demədi ki, get analiz ver, get görün sənin nəyin var, çıxın oradan. Başa düşdüm. Başa düşdüm. Həkim sənin qanını yoxlamadısa, sənin sıfatına baxırsa, diagnoz qoyup çıxın oradan. Mən baxan kimi bilirəm, bir şey yoxdur bu dünyada. Həkim üzünə baxandı deməli. Nədə? Həkim emertədir. Həkimin gözləri emertədir. Həkimin gözləri uca aparatıdır. Həkim nədir? Saat neçədir? Saat 10'da Forestiyə qoşulacaq. Uşaqlar canlı. Gedəcək yolların canlısına. Koşulacağım misafire. Seninle iller ötüp geçse de bil ki yalnız seninle. Şu plastina çuxolumu dəyişəcəm. Bütün o kremin adı nədir? Ondan iyilənir. Kremim var ya mənim uşaqlar. Nə vururam qılçama. O şkaf niyə ortada? Çünki orta üçündür. Orta sehpadır. Vişnevski, Vişnevskidir. Qılçamdan da lekaplastrini, qılçam tühlüdür. Lekaplastrini yapıştırmışdım orada. Lekaplastrini çıxıb tükün üstündən yapışmışdı kravataza da. İndi kravata yoxdur, plastina çuxola. İndi də qılçamın o həmin yerini qırxdım. Eləcənə yapışdırdım, indi yapışıb qalıb orada. Sən demə tükün üstündən lekaplastrini yapışmırmış.
İnşallah qoy bu şeyim ona ne deyirsən. Qılçam sağalsın. Ha vaxtdan da sizdə bir enerji vermirəm. Ha vaxtdan da Timanı görmürsünüz. Timan sizə özünü göstərəcək. Hazırlaşın. Həmişə gülsünüz. Mən niyə söymürsünüz? Şoka düşmüşəm. Annemi teşekkür ederim. Video paylaşmışam. Videonun altında ne yaxşı mən söymürsünüz. Şok yaşayıram. Belə elə bir günə ki dünyanın sonudur. Elə bir dünyanın axırıdır. Mən elə başa düşdüm. İlk dəfədir ki, yəni söyüşsüz canlı. Ondan sonra video paylaşmışam. Bir söyüş yox. Böyle şoklardayım.